Selam dostlar. Bugün videoda tek değilim. Yanımda Bəşir ve Ümid var. Arxa fonda Samir de var. Bugün biz Avropa səyahətimizdən danışacağıq. Əvvəlcə istəyirəm ki, video qonaqlarım özlərini təqdim etsinlər. Buyur Bəşir. Ben Bəşir. Normalde biz həmişə bir yerdə olanda otururuq bu kuxnada, söhbətlərimizi saatlarla eləyirik. Ona görə də bu videoda da eyni məkanı seçmək istədik ki, həm rahat olaq, həm də ki o eyni səmimiyyəti videoda da göstərə bilək. İndi Bəşir, artıq utanmağın keçdiysə özünü təqdim edə Bu bilərsən. kanalın əsas üzvlərindən biriyəm. Bu qədər. O qədər. Buyurun. Salam, mənim ilk videomdur. Məndən xəbər çəkilən videolar olub, amma bu mənim ilk videomdur, hansı ki, mən də suallara cavab vermək olacağam. Görək necə olacaq. O zaman mən çox da vaxt itirmədən başlamaq istəyirəm. Ümumilikdə belə məlumat vermək istəyirəm ki, biz yeni illə 12 günlük bir Avropa səyahətinə çıxmışdıq. Mən, Bəşir, Ümid və kamera arxasındakı dostumuz, videoda görünmək istəməyən dostumuz. Bu 12 günlük səyahətdə biz 4 ölkə gəzdik. 4 ölkə, 4 şəhər gəzdik. Bu təcrübəmizdən danışacağıq. Avropaya səyahət etmək istəyənlər bu videodan faydalana bilərlər. Birinci biz getmişik Almaniyaya, sonra Praqa, sonra Viyana, sonra isə Macaristana. Belə bir turumuz oldu. Suallarla başlamaq istəyirəm. Çox əslində uzun bir zamandır planlayırdıq. Amma mən düzü heç inanmırdım bizim planımızın nə vaxt reallaşacağına. Düzü mən inanmırdım. Mən ona görə daha inanmırdım deyə yadınızda. Ondan qabaq gəl mən tək getdim. Ondan qabaq gəl mən bir tək getdim. Mən qayıtdım, gəldim. Samir dedi ki, pasportumun şəklini at da. Mən öcə bildim ki, hiç ciddiləşib də. Yəni mən dedim ki, mən hələ aktiv vizam var da falan filan. Hələ fırlatdım biraz da. Ondan əvvəl Lala ilə danışdım. Hə, nəsə hələ vizaya yol axtarırdıq. Amma çox uzun bir zamandır əsas olaraq. 4-5 ay əvvəldən bayağı bir zamandır bir planlamağa başlamışdıq. Bəşir, sən biraz viza proseslərimizdən danış. Necə oldu? Bilirəm ki, sənin üçün biraz ağır bir period idi o. Ümumi viza prosesi məncə çox rahatdır əslində. Çünki ilk başlarda mən vizaya müraciət edəndə adətən kiminsə köməkliyi ilə yığırdım bütün dokumentləri. Amma bu səfər sağ olsun uşaqlar özləri kömək elədi. Amma belə yəni ki, çox çətin bir proses deyil. Hamısı sayt üzərindən əldə etmək olar. Yəni ki, səfirliyin saytına girəndə bütün məlumatlar orada yerləşdirilir. Səfirlik yox, Almaniya üçün TLS kontakt şirkətində. Orada hər şey bəli. göstərilir. Appointment da orada götürürsən. Bütün sənədlər və Amma mənə salam gəlir ki, sana dokument yığmaq çox rahatdır. Yedinci problem orada şeydir, appointmenti götürməkdir. yes. Çünki yer götürmək ən çətin bir mərhələdir. Hələ Almaniya səfirliyinə nisbətən rahat idi. O birisində daha çətin. Əgər işləyirsinizsə, rəsmi işiniz varsa, kifayət qədər maaşınız varsa, heç bir problem yaranmır. Amma mənə elə gəlir ki, Almaniya səfirliyinin ən yaxşı tərəfi odur ki, çox qısa bir zamanda viza verilir. Çünki mən heç gözləmirdim. Çünki biz dörtlü şəkildə müraciət eləmişdik. Mən gözləyirdim ki, cavablar çox gec çıxar ki, bir həftə heç olmadı da yox. Almaniya səfirliyinə mən ikinci dəfədir özüm müraciət elədim. Həmin 3-4 gün ərzində yəni ki, həmin cavab periodda çıxdı. mən ikinci dəfə müraciət etdim. İkisində də 3 günə cavab verdilər. Yəni TLS kontakt yəni sponsorluq zadı yoxdur bu arada. Nəysə, qısa konkret olaraq vizaya müraciət prosesindən sual vermişdim. Mənə elə gəlir ki, buradakı ən çətin proseslərdən 2 dənəsidir. Biri appointment götürmək, biri də ki, büdcə göstərməlisən bank hesabında. Yəni ki, bu iki şey əldə elədinsə, yerdə qalan çox rahatdır. Biz hər suala bu qədər uzun cavab versək, bu video yarım Məncə də saat qısa, olacaq. konkret, Qısa, lakonik hə. gəl cavab verək. Bu momentdə ancaq bir danışmalıyıq. Bəli. Buyur canım. Gecə gündüz bilet axtaran iki Hə, nəfər ancaq bundan ümid danışsa daha yaxşı olar. Biraz o prosesdə daha Tunar mən ancaq bilet axtarmışıq, booking axtarmışıq. Biletləri aviaservisdən də baxdıq, Ajetin öz saytında da baxdıq. Bu arada biz Ajetlə uçmuşuq gedən başı. Buradan Çerez İstanbul, oradan Berlinə və əslində yaxşı idi, yəni gecikmə falan da olmadı, yəni yaxşı idi. Amma biz səfər etməmişsə bileti aviaservisdən yox, şeydən hansı Ajet trip.com-dan aldıq. Doğrudan. Hə. Trip.com-da nə qədərsə ucuz idi. 30 evroya nə qədərsə daha ucuz idi. Niyə bilmirəm, amma yəni Ajetnet saytından daha ucuz idi. Ona görə biz oradan aldıq biletləri. Təklif edirəm ki, videonun altına yerləşdirərsən bütün linkləri.
Getməyimiz gediş 300, dönüş səfərimiz 280 aldıq. O 580 bizim 580 manat biletlərə pulumuz çıxmışdı. Tək şeylərə də baxın. Məsələn, aviaseyisdə ucuz bilet göstərir, amma məsələn girin, məsələn, Ajetdirsə Ajetin, Türk Hava Yollarısa Türk Hava Yollarının ya da Azərbaycan Hava Yollarıdırsa onun girin mütləq öz saytında da baxın yəni. Mən yayda gedəndə Ajetin saytında daha ucuz idi, trip.com, amma bu getdiyimizdə trip.com-da daha ucuz. Ümid bəy, çox sağ olun ətraflı məlumat üçün. Bir də onu deyim ki, yəni ki, ümumiyyətcə qış dövründə məncə məsləhətdir. Elə bir sual var. Heç bir kəsə məsləhət görmürəm. Christmasda getmək bir səhv idi. Onu deyim. Biz ilk dəfədir gedirdik. Biz görmüşük TikTokda, Instagramda, Reels'larda görürük və belə çox belə canlı görsənirdi şəhər. Amma gedib Berlinə düşdük. Yəni İt olurdu. Şəhərdə insan yox. Hə. İt olurdu, Tunar demiş. Səhər bir şey də var da, yəni ki, gözləməyin ki, yeni il xaricdə, yəni ki, Azərbaycandan belə daha fərqli bir şəkildə baş verir. Yox. Yəni ki, Aynen. mənə elə gəlir ki, bizdə Azərbaycandakı bulvarda olan atəş və şalbağa çatanı yoxdur. Bundan razıyam. Yəni ki, Braziliyaya getməsəz, nə bilim, başqa yerlərə getməsəz, yəni Londona falan gözləməyin. getməsəz, hə. biz Ateşfəşanlıqda Viyanadaydık. Heç bizim gözlədiyimizin heç yarısı qədər belə deyil Aynen. yəni. Cəmaət boşuna toplandı o Rathausun qabağına, heç nə də olmadı. Aynen. Biz dövrü getməyi ümumiyyətlə məsləhət görmürəm. Yes. Hava soyuq idi, plus şəhərdə insan yox. Bizən getmək olar, amma ki bir şəhər maksimum. Biz 4 şəhər gəzmişik 12 gün ərzində soyuğun içində. Nə ucuz idi, nə baha idi. Ucuz olan nəsə var idi ki, ümumiyyətlə. Mən əslində düşünürəm ki, insandan asılıdır. Yəni ki, sən tripi ucuz yoldan da tamamlaya bilərsən, baha yoldan da. Yəni ki, baxır sənin rasxodlarına nə xərcləyirsən, nə xərcləmirsən. Mən deyim ki, məsələn, Avropada daha ucuz qalma yeri tapmaq daha rahatdır. Nəinki Azərbaycanda. Azərbaycanda ucuz yerlər çox pisdir. Səyahətlə və dəyməz ona pul bağlı verməyə. 100%. Yəni ki, Fikrimi bildirməyin üstünə düşürəm. Sən denən. yəni ki, Azərbaycanda elementar mən həmişə deyirəm, hansısa rayona gedib dincəlirsən, mənə elə gəlir ki, onda daha çox rasxod çıxır ki, xaricə getməkdənsə. Yəni ki, qalmaq yeri mənə elə gəlir ki, çox ucuzdur. Yəni ki, tapa bilərsiniz pulunu. Yox, mən razıyam. Mən razıyam. Yəni ki, indi sən əlbəttə sən özünə private bathroom Bəli, axtarsan, bəli. onu bunu. Mən Praqda otelləri mən tapdım da hamısını. Praqda tutduğumuz o laboratoriyaya oxşayan yerdən ötürü mən hər gün bəlkə də söyürdünüz. Amma Budapeştdə tutduğumuz məsələn çox qəşəng idi. Yəni biri var elə qəşəng bir yer, private bathroom olsun, təmizlik olsun falan. Bir də var ki, laboratoriyaya oxşayan belə də pis gündə bir yer. Praqada yer qalmamışdı da, məcbur onu tutmaq. Praqda yer qalmamışdı. Yox, niyə ki, orada pis ola bilərdi. Çünki biz ilk getdiyimiz gün daha yaxşı yerə yerləşmişdik də ona görə. Amma ki, orada da məsəl üçün normal pasteldir, yatmağa yer tərtəmizdir, hamamı, tualeti də var, belə pis çıxmasın. Haran deyirsən? Bu Praqdakı yerdə, şəhərin Hirdalanda olan Amma yer. ki, müqayisə edəndə çox fərq var da Bəşir. Əgər ucuz yoldan gediriksə, əsas odur ki, natəmizlik olmasın. Bir də ki, duşu olsun, ayaq yolusu olsun, qutardı Mən getdi. razı deyiləm düzü. Məncə qaldığınız yerə, yəni Nəysə bu müəyyən qədər- şərh bölməsində müəyyən yazarsınız. qədər yaxşı bir büdcə ayrılmalıdır qalınan yerə. Çünki baxma da yatırsan orada, duş qəbul edirsən, bütün əşyaları orada qoyursan. Yəni o rahat olmayanda, təmizlik olmayanda adam nə bilim mən ən azından eləyəm. Yəni özümü rahat hiss eləmirəm, səyahətdə kimi hiss eləmirəm. Sanki bir elə bir əziyyət imiş özümə çəkdirirəm. Məsələn, bizim otellərə pulumuz əgər 1000 manat çıxacaqdısa, ümid sayəsində bu 1500 oldu. Çünki xüsusi elə bir bizə ayrıca olan tualeti olan bir yer şey axtardım. var da. Yox, buna görə peşman deyiləm. Əslində Yox, rahatçılıq insandan oldu, asılıdır. okey. Bax, o sualın sənin büdcəli söhbəti. Ümid kimi birisinizsə 100% yəni ki, biraz artıq büdcəviz çıxacaq. Amma məsəl üçün mənə Tunara okey idi ki, daha şey olsun da, yəni ki, ümumi bathroom olan bir hosteldə ola bilərdi. Biz yəni ki, orada da duş qəbul edə bilərdik. Ən ucuz almalı olduğumuz şey təyyarə biletidir. Çünki onsuz da nə ilə olursa olsun gedib çıxacaqsınız. Amma qalacağınız yerə mütləq yaxşı pul ayırın. Yeməkdə çox rahat ekonomiya eləmək olar. Yeməkdə orada kafelər, restoranlar dəhşət çoxdur Mən Avropada yenə və də- hər cürə çeşid var da, yəni ki, hər büdcəyə uyğun çeşid var. Sən gəlib orada lobster, nə bilim, steak yeməyəcəksənsə, yəni ki, sadəcə əsas məqsəd prosta qarnını doyuzdurmaqdırsa,
elementar hansısa bir sıravi bir kafedən də yeyib Mən bu fikirlə də razı deyiləm. Gəzmək O mənim sırada üçün bir növ biz həmçinin də şnitzel yeməkdir. Yəni yeni dadlar, yeni yeməklər dadmaq, hər ölkənin, getdiyim ölkənin mətbəxini dadmaq istəyirəm. Biz Mənə hər görə ölkədə yox. səyahətin bir tərəfi də budur. Yəni yeni yeməklər yemək, yaxşı No, bundan yeməklər razılaşıram yemək. ümidlə bu. Mən yəni yeməyə yaxşı pul ayırıram həmişə gedəndə. Bu səyahətdə də gedəndə ayırdım və uşaqlar da müəyyən qədər məcbur elədi ki, mütləq gedək, bunu yeyək, mütləq bura gedək və s. Məcburilə bir tək sən deyildin, kamera Bəli, arxamızdakı məcburilə kamera Samir arxasında bəy də şəxslər bizi vardı. biz ucuz istifade. Yox, bahalı ucuz söhbətində məni o qədər bahalı çıxartmayın. Çünki müəyyən qədər büdcəli olubsa. Nə demirik ki, əslində- lüks davranmısan nisbətən. Yox, lüks davranılması şeylər var, davranılmayan Oh, şeylər var. Da. oh, oğlana bax. Yox, niyə məsələn şəhərlər arası avtobus biletlərimizin ən ucuzunu aldım. Bu arada onu da şey deyim, məsləhət verim, link yenə qoyarıq. Regiojetlə biz avtobuslarımız Regiojet idi. Sadəcə bir pulsuz kafe, pulsuz çay, oturacaqlar çox rahat idi. Flixbusdan qat-qat daha yaxşıdır. Flixbusın adı çıxdı. Amma razıyam ki, Regiojet çox daha yaxşıdır. Çox Ha. rahat idi. We'll chase the moon through the night. xoşladığım olanın arasında məncə Praqadakı idi. Okay. Orada. Amma ümumiyyətcə mənə elə gəlir ki, Avropadakı bütün, yəni ki, Christmas marketlər mənə görə çox qəşəngdir. Mən də Praqdakını deyəcəm. O çıxılmaz küçə var idi, belə Olsun. Elvingilin otelinin olduğu küçə. O qarışıq küçə adı. Aa, bildim, O bildim, küçə bildim. Çox Ha. mistik idi, qəşəng idi. Amma yox, mənə görə ən yaxşısı Berlində idi. Sən yox idin onda O bizlə muzeyin gələndə. qabağındakını Hə, deyirsən. o muzeyin Orada qabağındakı qəşəng idi. çox Mən oranı da qəşəng. fikirləşdim. Amma Mən mən orada Quran çox bəyəndim. əylənə bilməmişdim. Mən ona görə Praqa deyirəm. Sən Həm də- əlləməməyin başqa səbəbi Həm də var. Tamam. Tridelnik doğrudan dadlı idi. Mən bəyəndim. Ona görə Tridelni gedin. Ha, Ha. biz dedik orada Tridelnik Praga. bəyəndim orada. Hər yerdə şey var idi. Glühwein var idi. Belə fərqliliklər də bizdəkindən. Bizdə ancaq milli yeməklər falandır belə. Bir də Və hə, balıq. balıq. Yəni ora bizim Christmas marketi mən pisləmirəm, amma prosta o bir başından girib o biri başından çıxanda bütün adamı yemək yeyirlər. Amma burdakı elə deyil, yəni bir neçə çeşid yemək var. Məsələn, Berlindəki Christmas marketdə ancaq sosis idi. Sosis, bir də nə var idi? Glühwein, bir də şirniyyatlar belə, şokoladlar Ha, falan. nə olsun. Hə, yəni ki, yemək çeşidi az idi, amma maraqlı idi. Yəni. Hə, maraqlı edir. Sizin kəsəcəm çünki buna bağlı bir dənə sualdır. İstəyirəm ki, onu da ortaya qatım, onu da cavab verək. Our Bayram günləri, sırf bayram günləri, yəni ki, Avropa bərbaddır. Xüsusilə Yəni də ki, Christmas-da Yes, məncə. yəni ki, açıq heç bir yer tapmayacaqsan. Aynen. Yəni ki, hər tərəf bağlıdır. İşləyən ancaq türk restoranları idi. O zaman bir dənə suallara ara verib gəlin belə bir rubrika keçirək. Ənlərimizi seçəcəyik belə deyək bu videoda. Bir-bir mən sualı verəcəm, siz bir-bir cavab verin, okey? Ən sevdiyin şəhər? Məncə Berlin 100%. Bir dənə Yəni. deyəsən. Ha, okey, məndə 2 dənə idi. Mən Budapeşt deyəcəm. Mən Viyana. Bəs kamera arxasındakı nə deyir? Samir də Viyana deyir. Ən böyük xəyal qırıqlığı. Mən Berlində çox daha belə fəal, canlı bir şəhər kimi gözləyirdim. Yəni biz düzdür Christmas ərəfəsində getdik, çatdıq. Amma yəni yenə də mənim üçün xəyal qırıqlığı idi, yəni Berlin. Mənə görə ən böyük xəyal qırıqlığı Praqa idi. Çünki Praqa barəsində belə fikirlərim çox fərqli idi. Amma ki o deyil. Mənə görə xəyal qırıqlığı planladığımız qədər çox əylənməməyimiz. Mən daha çox əylənəcəyimizi gözləmişdim. Çox səbəbləri vardı əslində, belə soyuq olması, nə bilim, çox yəni açıq olması və s. Amma və s. məncə O biraz mənim üçün xəyal qırıqlığı oldu. Yes. Mən belə full əylənmək, çox içib belə küçələrdə gəzib, nə bilim, belə o çılğınlıq istəyirdim, amma olmadı. Hər nə qədər çox əylənə bilmədik desəz də mən bunu haqsızlıq olaraq qəbul edirəm. Yox, əylənmədik demirəm. Mən o düşündüyüm qədər çox əylənmədim. Yəni də Yəni mənim əyləncə anlayışım insan həmişə yüksəkdir də. düşündüyü qədər olmur da. İnsanı tükədən bir şeylərdən biri də soyuq və sən Qapalı prosta hava. kələm kimi alt-üst geyinmək məcburiyyətindəsən. Və soyuq hava müəyyən qədər depressiya yaradır. Yəni ki, sən üzərində o qədər şeydən, yəni ki, istədiyin kimi belə rahat əylənə bilmirsən. Ən çox pul xərclədiyiniz nəsə bir şey, əşya və yaxud məqam
Harda ən çox xərclədik? Ən çox yeməyə xərclədim mən. Yo, bir dənə məqamdır ki, hansında ki çox xərclədik biz. Yəni ona çox pul verdik. Şey demək olar, Viyanada bizi opera adı ilə bir dənə balaca yerə apardılar. Neçəyə aldıq onun biletini? Biz 30 Orada bizi loxladılar. hə. O heç. Yəni ki o Yəni verdiyimiz sən pulların sualın- dəyərində bir şov deyildi orada. Əslində Budapeşt aeroportda olan demək olar. Hə. Amma o günü- Yox, onlar force İkisi majeure də. halıdır. O yəni ki sadəcə pul itirdin. Bir Yox, də var biri ki var, sən sırf yox. özün başa düşərək başa düşərək elədiyimiz Viyanada. Sənin sualın da Başa məncə düşərək mənə elədiyimiz görə Viyanada. yemək. Biz yemək məcburuyduq. Yəni bizdən onu eləmək məcburiyyətində idik. Amma Amma Viyanada- yemək, hə. Viyanadakına o operaya getmişdik. Bizi aldatdılar. Aldatdılar deyəndə yəni tövsiyə etdilər falan. Biz də dedik hə okey də yoxlayaq. Hə, bayağı təriflədilər. Bayağı məcbur eləmək tərzində oldu. Amma bir şey də var da, o pula dəyməsə də, amma yəni ki pis deyildi. 10 üzərindən mən 8 verirəm. Mən 5 verərdim. Ən təmiz şəhər. Nə? Ən təmiz şəhər. Viyana. Ha. 100%. Viyana. Viyana. O 100% məncə də Viyana. Aramızda ən çox pul xərcləyən kim idi? Mən. Harqal 81-88 blok. Oradan həqiqətən hə Bəşir xərcləyirdi, amma məncə biz hamımız ən az xərcləyən deyə bilərəm Samir. Biz üçümüz çox xərcləyirdik. Mən prosta gördüyüm hər şeyi almağı xoşlayıram. Hə, Bədxərcəm. Bəşir biraz hə, acayip. Ən çox sosial mediaya kontent çəkən. Tunar. Samir. Aa, yox Samir 100% Samir. Bu suala Samir cavab verəsiz deyə qoymuşam. Samir. 100% Samir. Samir əslində fikirləşirdi ki, blogerlik həyatına ilk Avropa turundan başlayacaq, amma nəsə Davamı gəlmədi. yetərincə biz ona kontent çəkməmişik ona görə. Ən yaşamalı şəhər hansı idi? Budapeşt. Mən Viyana deyim. Bu Macaristan. Budapeşt. Yes. Yox, soyuğu nəzərə almasaq Berlin. With every step, the world's our street. Praga. Praga. Praga biraz hə. Çox qədim şəhər idi Praga. Belə Hə. köhnə idi. Amma mən yenə də bəyənirəm. Hearts are light, the rhythm sweet. Baxır hara gedir birincisi. Yox, Avropa ümumi deyək də, ümumi. İndi Aa. Avropada getdinizsə bunu elə. Mənim bir dənə şeyim var, amma ki onu çox demək istəmirəm. Bilmirəm, sən cavab ver. Əslində deyə bilərəm. Bəzi piçenyaların dadına baxa bilərsiniz. Bir də mən deyərdim ki, Azərbaycanda çox klubda gecə həyat keçirə bilməyənlər orada rahat olacaqlar üçün onu eləyə bilərlər. Onların məncə klub mədəniyyəti də tamam Çox, başqadır. çox. Çox safedir. Çox Yəni ki, təhlükəsiz. İnsanlar hədsiz dərəcədə bir-birinə qarşı çox belə təvəzzükar desəm düz çıxırmı? Qarşı hər kəsin Hörmətlə yanaşır. yes və hər kəsin elə bir personal space var. Yəni ki, sən nəyisə istəmirsənsə məcburiyyət özü üçün yoxdur. əylənməyə gəlir. Yes, Ay, kiməsə görə Hə, gəlməyim. Mənə baxdın, ay sən ona baxdın. Ay, sağ ol. Söhbətləri yəni yoxdur da bir rahat olur adam. Viyanaya getsəz mütləq orada Luna Park var. Bizi Tunar zorla apardı, amma Aa. həqiqətən ona dəyər yəni. Mütləq onu yoxdur. Yəni orada 100%. Roller coaster var orada. Oranın Adrenalin o xoşlayan videomuz var bizim roller coaster videomuz. Hər şey var. Onu ora qoyarsan bura. Hə, o çox. Amma məncə adrenalin sevən biriləri varsa burada 100% o parkda hər birinə minə bilərsiniz. Düzdür, biraz. Yəni ki başqa Azərbaycana amma- tamam başqa bir insan olaraq qayıdacaqsınız. With every step, the 100%. Ən çox kim kimin damarına bas. 100%. Mən Məncə hamı mən də buna damarına- razılaşıram. Hmm. Bəşir bizim hamımızın damarına bastı. Yəni orada məndən də dalaşdı, Ümidlə də dalaşdı, Samirlə dalaşmadı. Ya. Yox, mənim üstümə o qədər düşülürdü hamı da. Bu üç də mənim üstümə düşürdülər. Bu özün mənim çıxartmağına baxmır. Düzdür, ən çox Bəşir düşürdü bütün məsələlərdə üstümə ki, ay bu niyə belə oldu, bu niyə elə oldu deyib də. Əsas təşkilatçı kimi də belə indi özüm qabağa verməyim, amma yəni çox üstümə düşülürdü. Ona görə bəli, olsun amma şeylərdə niyəsə mənim üstümə düşülürdü. Nəysə oldu, olan oldu. Çox dostluğumuz sınağa çəkildi. Qaydanda təkərləri Bakıya dəyəndə mən fikirləşdim ki, bunların hamısını bloklayım. Amma heç belə şey olmadı. Vallahi kəsərsən. world's our street. Başa çıxan təcrübəli əvvəl getmiş bir adamla və Məsləhətləşin. mütləq məsləhətləşin. Hər şeyi sənədlərinizdə ondan kontrol edin. Hı. Ya da heç belə güvənmirsinizsə, hansısa bir viza şirkətinə gedin. Yəni belə şansa buraxmayın. Bir də əvvəlcədən büdcə yığın özünüzə. Yes, mən bunu deyəcəydim.
Yəni bir mütləq Altınızda bütçəniz yetərincə pulunuz yoxdursa, tam səyahətə ayrılmış, Bəli. qətiyyən vizaya müraciət etməyin. Videomuzun sonuna doğru gəlirik, amma məncə biraz çox danışdıq, ağzımız qurudu. Ona görə Ümid bəy bizə bir çay eləsin. Biz geri qayıtdıq. Bir 5 dəqiqəlik fasilədən sonra çayımızı hazırladı. Ümid bəy sağ olsun. Bizim çaydanımız deyil. Çay dəmləyənimiz. Çox az sualımız qalıb. 4 sualımız qalıb. Onlara cavab verək. Artıq video çox uzanmasın. Deməli, sualımız belədir. Ocean whispers tales untold. Bunu Ümid fikirləşdi. Ümidin bir xatirəsi var. Düzün desəm mənim heç stres olmadığım bir vəziyyət idi, amma Ümid çox qorxmuşdu. Söhbətin başlanğıcını mən danışım, davamını Ümid aparar. Deməli, mənə Aykız Tereya lazım idi və orada bir qrup uşaqlara yaxınlaşdıq. Orada balaca belə pub kimi bir yer var idi. Nəsə yaxınlaşdım, onlardan istədim, başladıq söhbət eləməyə zət. Mənim telefonumda Stranger Things-in ekranı vardı. Oradakı qız onu gördü, başladı belə qışqırmaq ki, "A, mən də fanam, nə bilim nə." Yəni söhbət burdan böyüdü, nə bilim başladıq söhbət eləməyə falan. Sonra söhbət böyüdü, hamımızdan səmimi oldular. Onlar böyük bir qrup idi bu arada. Yəni bizdən bir 2 qat böyüdülər. Yəni 8 nəfərdən çox olardılar. Çox idilər. Hamısı gəldi, bizlə tanış oldular, elədilər. Sonra bizi dəvət elədilər kluba, girdi içəri. deyildi, pub idi. Pub idi, amma çox belə canlı pub idi. İnsan içəridə dəhşət çox. Forloft idi, Forloft. Biz girdik içəri, adam çox idi. Mən elə momentlərdə stres oluram, çünki tanımadığımız insan bizi tanımadığımız daha bir qrup bizi çəkir içəri. Yəni bilmirsən də sonra nə olacaq. Onlar itəcəklər, batacaqlar, onların şatı necə olacaq. Yəni burada qorxulan əslində mənim pul teması idi, çünki mən bilmirəm də onlar bizi niyə çəkiblər ora. Yəni o momentdə mən biraz təlaşlandım və uşaqlara dedim ki, yəni də biz bunları tanımırıq da, bu dəqiqə join olmayaq bu qrupa. Və dartışdırdım, yəni çıxdıq biz oradan. Necə çıxdığımızda mən danışım. Biraz qaçır. Ümid qorxudan bizi elə çıxartdı ki oradan. Başladı qaçmağa. Mən də şokdayam ki, bu niyə qaçır? Sən demə qorxubmuş bu ki, bunlar niyə bizi bura çağırır, nə bilim nə. Yəni məncə heç qorxulası bir şeydir. Mən 2 il orada yaşamışam, elə bir şeydən, yəni elə bir qrupdan qorxacaq bir qrup deyildi. Sən abartırsan. İçkiyə dəvət elədilər də. İçəri çəkdilər də. Məni çox narahat elədi, bilmirəm. Nəysə. Ümid üçün stresli, bizim üçün gülməli bir siyasət. Bir də ki, mənə görə ən stresli momentlərdən biri pul itirirsənsə. Ki, bu çox vacib bir şeylərdən biridir. Bəşir pul itirməkdən danışdı. Çox uzatmadan deyəcəm. Pul pul mütləq itirəcəksiniz. Yəni gedirsinizsə, mütləq ya sizi nəqliyyata görə cərimə edəcəklər, ya avtobusun səhv bileti. Nəsə olur, nəsə olur. Mən çünki çox səyahət eləmişəm. Parisdə məni cərimələyiblər, İtaliyada cərimələyiblər, Budapeştdə cərimələyiblər. Yəni hər yerdə mütləq cərimələnirsən. Yəni ona hazır olun. Yəni bundan qaçış yox. Biz qaydanda aeroportda biletimizdəki səhvə görə, daha doğrusu check-in eləmədiyimiz üçün hərəmizə nə qədər 170 manat cərimə ödədik. Bu qədər. Yəni başqa çox belə wow stresli bir momentimiz olmayıb. Mən bayaq dedim videoda onu deyəcəm. Biz hamımızdan qoşulacağıq. Bir də qışda getmə. Bəli, mən qoşuluram. Bir də qışda getmərəm. Getsəm də Laplandiyaya zada belə qütb işıqlarını zada görməyə üçün, yəni sırf onun üçün gedərəm, başqa bir şeyə görə getmərəm qışda. Unudulmaz adrenalin və depressiya. Depressiyanı açıqlayım biraz. Depressiya, yəni ki, Lübboy haraç. Səyahət müddətində depressiya yox, yəni səyahətdən sonra depressiyaya düşürmək lazım. Azərbaycana qayıtdınsa, Lübboy yerdən, yəni ki, polifomla depressiya yaşadınız. Bunun haqqında bayaq biraz çox danışdıq, amma indi bir qısaca çəkəcək. Qısa konkret deyirəm, pul cəhətdən pul qazanmaq üçün Berlinə gedərdim, Berlində yaşayardım, amma mənim üçün yaşamaq üçün gözəl şəhər kimi Budapeşti seçirəm. Mən də Ümidə qoşuluram, amma ki, puldan əlavə də hava şəraitini nəzərə alaraq Budapeşt. Mənim cavabım yenə də hər zaman kimi Viyana. Və açıqlamaya da ehtiyac duymuram. İncə ruhlu insanların seçimi. Bəli. Bu qədər videomuz dostlar. Artıq 3-cü videodursa məncə bunun davamı da gələcək və çoxlu like eləyin, paylaşın, nə bilim izləyin ki, mənim qonaqlarım da həvəslənsin, növbəti videoları da gəlsinlər. Yoxsa ki, burada bizim cavablandırmadığımız hər hansı bir sual ola bilər, onu yaza bilərsiniz. Mən hamısına cavab verməyə çalışacağam. Ya da sizə maraqlı olan bir sual varsa da, yəni. O sən onu dedin. Bəli, Avropa səyahəti ilə bağlı, ümumiyyətlə səyahətlə bağlı. Yox, belə.
Çox sağ olun izlədiyiniz üçün. Ümidə və Bəşərə təşəkkür edirəm canlarım. Biz təşəkkür edirik dəvət etdiyiniz üçün. Bizim üçün çox xoş oldu. Növbəti videolarda görüşənədək. Sağ olun. Sağ olun. Bay Mən də bu bay. videonu sonlandırmaq üçün deyirəm, donate eləməyi unutmayın. Bay bay.